İranlı şərəfsizləri və narkotikin adamlıqdan çıxardığı bu insanları siz də tanıyın. Mən Rövşən. Sabir və Rövşən adlı bu narkomanlar cəmi 1 qram zəhər üçün məni və ailəmi nalayiq, əxlaqsız söyüşlərlə təhqir edir. Mən Sabir, İranlı Mehdidən mal alıram, 2 saat ərzində onun pulunu qaytaracağım. Nailin də hər şeyi arvad uşaq. Alacağı narkotiki nisiyə götürür. Pul əvəzinə isə söyüş dolu videonu girov qoyur. Mən Rövşən. Əli qardaşla indi birazdan mənim mal atacaq. Ondan kuryer işləyəcəm. Onun malına xəyanət edəcəm. Onun adı nədir? Onun malına ziyan vursam, onun pulunu açmasam. Ondan sonra Nailin var, yoxun çıxsın. Yəni, istədim. Məndən qəhb adam yoxdur, məndən ortaq adam yoxdur. İran vətəndaşları olan Mehdi və Əlidən ibarət narkotik satıcıları isə pulu vaxtında çatmayan alıcıları belə çirkin təhqir videolarını yaymaqla hədələyirlər. Bu murdarlıq, nakişlik, narkotikin insanı necə alçaldıb oyuncağa çevirdiyinin açıq sübutudur. Məsələ ilə bağlı aidiyyəti qurumlar məşğul olur.